Müasir dövrdə biz din müharibəsi, cihad, müqəddəs müharibə sözlərini çox işlədirik. Hər bir dini təriqətin, məzhəbin rəhbəri özünün apardığı müharibəni din müharibəsi, cihad və yaxud müqəddəs müharibə kimi qələmə verməyə çalışır. Və tarixdə ilk din müharibəsi nə zaman olmuşdur? Tarixdə ilk din müharibəsi qədim Yunanistanda olmuşdur. Bu eradan əvvəl 595-583-cü illərə əhatə eləyirdi. Belə ki, Yunanistanın bir müqəddəs məbədi vardı, Delfa məbədi. Bilirsiniz ki, Sokrat, məşhur Sokrat belə özünün fəlsəfi prinsipini məhz oradan götürmüşdü ki, bunun adı özünü dərk elə prinsipi idi. Həmin Delfa məbədinə gedən zəvvarları yolun üzərində, yəni dənizin üzərində yerləşən liman şəhəri Kirra qarət etməyə çalışdı. Bunun üçün də onlara zoraki kömrük qoydu. Əlbəttə ki, Kirra əhalisinin belə bir hərəkəti həm Delfa məbədinin tərəfini saxlayan Afina və onun müttəfiqlərinin xoşuna gəlmədi. O dəqiqədə ona müharibə elan etdilər. Və müharibə 595-ci ildən 583-cü ilə qədər çəkdi. Müharibə dənizdən Kirranın mühasirə edilərək tamamilə ələ keçirilməsi və əhalinin pərən-pərən salınması ilə qurtardı. Kirra şəhəri darmadağın edildi, xırda bir liman səviyyəsinə endirildi, əhalisi isə dağlara qaçdı.